Salam, kanalıma xoş gəldiniz. Öz reseptimlə mutaç şirniyyatının hazırlanmasını bölüşürəm sizlərlə. 4 stəkan ələnmiş unun üzərinə 1 çay qaşığı qabartma tozu, 1 ədəd vanil əlavə edirəm. 200 qram çox soyuq olmayan belə yumşaqlıqda yağı əlavə edib əlimlə omac edirəm. Əgər istəsəniz yağı rəndənin böyük gözündən də keçirdərək içərisinə əlavə edib omac edə bilərsiniz. Omac artıq hazırdır. İçərisinə 1 stəkan qatıq əlavə edirəm. Mən bu səfər yarı qatıq, yarı xamadan istifadə etdim. Qatığı içərisinə əlavə etdikdən sonra yoğururam, xəmir halına gətirirəm. Çox yoğurmağa ehtiyac yoxdur, xəmir özünü tez toparlayır. Hazır xəmir bu şəkildə olmalıdır. Yumuşaq, ələ yapışmayan xəmir alınır. Üzərini örtüb təxmini 45 dəqiqə 1 saata qədər soyuducuda gözlədirəm. Bu soyuducuda gözləyənə qədər içliyini hazırlayıram. 1 stəkan yarım ələnmiş unun içərisinə 1 stəkan şəkər tozu əlavə edirəm, biraz qarışdırıram. İçərisinə yağını əlavə edib omac edirəm. Omacı əgər sıxdığınızda sıxılır, sonra isə əlinizi vurduqda dağılırsa, demək ki, omac hazırdır. Xəmiri dəzgahın üzərinə alıb 2 bərabər hissəyə bölürəm. Bir hissəsini klokun içərisinə qoyub yenidən soyuducuya qoyuram. Digər hissəsini isə yaymağa başlayıram. Çox incə olmayacaq şəkildə yaydıqdan sonra içliyi bərabər hissəyə bölüb bir hissəsini əlavə edirəm. Üzərinə hər tərəfinə səpdikdən sonra əlimlə biraz üzərindən bastırıram ki, içlik xəmirə yapışsın. Sonra isə gördüyünüz bu şəkildə kəsiklər atıram. Kəsdiyim bütün hissələri gördüyünüz bu şəkildə bükürəm. Kəsdiyim bütün xəmirləri belə kəsdikdən sonra soba listinin içərisinə əlavə edirəm. 180-190 dərəcə qızdırdığım sobada qoyuram bişməyə. Altı qızardıqdan sonra artıq hazırdır. Götürürəm. Soyuduqdan sonra üzərinə şəkər pudrası əlavə edirəm zövqə görə. Və budur, artıq mutaç şirniyyatımız hazırdır. Çox dadlı alınır. Siz də mütləq hazırlayıb dadına baxın. Yeni video reseptlərlə görüşmək üzrə inşallah. Sağlıqla qalın.